Millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram. Bugünkü videomuz, podkastımız deyək, maraqlı olacaq. Çünki bu günləri bizim bir izləyicimiz var. Elton. Çoxdan bizi izləyən adamdır. Elton bir mesaj yazdı bizə, atdı ki, villa atdı böyük. Və dedi ki, bunun içində yaşayan adam cənnətin yaşayır, yoxsa cəhənnəmin? Çox super sual oldu və uşaqlar, mən qərarı aldım ki, bu videonu çəkim. Ona görə də mən çox münasib bir yerdəyəm həmən videonu çəkmək üçün. Baxın uşaqlar, bir dənə kənara. Baxın. Dağın təpəsidir. Baxın, buraları hələ düzəltməyiblər. Mən bura gəlmişəm. Belə bir yerdir uşaqlar. Və sözüm nədədir? Baxın, orada kapsullardır. Görək, yaxınlaşdıra bilsə, yaxınlaşdırarıq. Kapsullardır, görürsünüzmü? Bu, gələcəkdəki evlərdir, uşaqlar. Hal-hazırda bunu biznes kimi istifadə edirlər. Burada biz aşağıda gördüyümüz o evlər, bilmirəm, görünürmü buradan? Belə evlər olmayacaq, uşaqlar. Kapsullar olacaq. Çünki hətta lap gələcəkdə kapsulların oksigen balonları belə olacaq. Gələcəkdə biz oksigen belə alacağıq, yəni. Düşünün, siz bəzən deyirsiniz, oksigen də pulla olacaq. Sözünüzdə həqiqət var. Çünki insanlıq təbiəti çirklədəcək və bundan sonra süni, deyək, oksigen əldə olunacaq və o da pulla satılacaq. Ora baxın, orada bir dənə ev var. Kayıp dağın ortasında. Kapsulları göstərməkdə sizə deyəcəyim nədir? Uşaqlar, deyək ki, mən əgər tək özüm olsaydım, indiki başda, məsəl üçün, mən gələrdim, baxın, dağın kəlləsində bir dənə kapsula özüm üçün. Qiyməti də yoxdur, ucuz başa gəlir. 10 minə falan siz bir dənə kapsula qoya bilirsiniz. Və bir dənə də özüm üçün vertolyot alardım. Ya da ki, yol çəkdirərdim. Necə? Məsəl üçün, o dağın başında ev var, görürsünüz. O da orada. Yəni, uşaqlar, burada məqsəd başqadır. Bu, nə demək istəyirəm? Mən orada öz internetimi də çəkərdim. Lazım olan. Çünki var da bu dəqiqə məndə. Evdə də. Sputnikdəndir də, kabelini deyil. Birini gətirib qoyardım onun üstünə və yaxud da ki, Elon Musk uca hər yerə çatdırıb da, yəni həmən söhbəti, Starlink. Və mən belə yaşayardım, uşaqlar. Dağın ətəyində, belə bir panoramada sadəcə iş elə gətirib ki, mən hal-hazırda şəhərdə yaşayıram və izləyicimiz dediyi o ev ruhani haldır, hansı ki, sən xoşbəxtlik axtarırsan və düşünürsən ki, o villa səni xoşbəxt edəcək. Ancaq yox, elə deyil. Sən əgər xoşbəxtliyin nə olduğunu bilmirsənsə, heç bir villa sənə kömək eləyə bilməz. Baxın, mən şəxsən belə sadəcə ailəli olanda alınmır bu söhbət. Amma gələcəkdə insanlar buna örgəşəcəklər. Nəyə görə? Çünki mən Polşada yaşayanda, 6 ay yaşadım mən orada. Orada Mokotovda qalırdım mən. Damaniyevski küçəsi. Yəni, vurub baxa bilərsiniz. Elə bir ki, New York'un Manhattan'ı sayılır ora. Və söhbət ondan gedir ki, evlərdə mən orada özümü bildiyin Matrix'in içində hiss eləyirdim də, yəni. Mən Matrix'in içindeydim, uşaqlar. Nəyə görə? Çünki hər şey kvadratdır, hər şey müəyyən bir hissədir. Azərbaycanı niyə çox sevirəm? Çünki baxın, uşaqlar, çıxırsan, hava var. Orada da var, yəni demirəm, amma buradakı kimi deyil. Orada hər şey Matrix, hər şey. Niday bu harasa girərsən, nizakonlu. Qaroçu, söhbətim onda yox. Yenə də uşaqlar, mən politikadan
belə şeylərdən uzaq danışıram. Mən ümumi dünya haqqında danışıram, millət. Mən sizə demirəm hansı ölkədəsiz falan. Adam var ki, həmən o villanın içində öz cəhənnəmini yaşayır. Hansı ki, o boyda villadır, ya təkdir orada, ya da 2 nəfərdirlər. Və yaxud da ki, uşaqları var, heç evə gəlmirlər, tək qalıblar o boyda imarətgahda. Və yaxud da ki, doğru yollarla qazanmayıb, hər gecə qorxa-qorxa yatır. Qorxur ki, lüboy vaxt onun qapısını döyərlər. Uşaqlar, xoşbəxtlik bunda deyil. Mənim всего 3 otaqlı evim var. Özüm almışam onu. Və mən onun üçün də çox xoşbəxtəm. Və inanırsınız, heç mənim belə fikrimə də gəlməyib ki, bəlkə bu evi dəyişeyim. Mən betona pul verəndə elə bilirəm ki, bilirsiniz necə, Tanrı bütün bu gözəllikləri bizə pulsuz verib, baxın. Biz insanıq, hansı ki, zəbt eləyirik, sonra da bir-birimizə satırıq. Bu əvvəldən belə olub, uşaqlar, yəni bu cür qurulub da, buna heç nə eləmək olmaz. Bu, hər ölkənin öz konstitusiyası, öz sahəsi, bu artıq belədir. Biz bunun içində uyğunlaşmalıyıq. Sən bilməlisən ki, sən ümumiyyətlə nə istəyirsən. Məsəl üçün, mən o evə gələndə isti, gümrahlıq, rahatlıq hiss eləyirəmsə, mən onu heç vaxtı dəyişməyi fikirləşməyəcəm. Mən orada rahatam, mən heç nədən qorxmuram. Mən rahat bir şəkildə yatıram, dururam. Qorxmuram yatanda ki, kimsə məni narahat eləyər. Çünki uşaqlar, ən böyük günah oğurluqdur. O oğurluğu da kim eləyirsə, o rahat ola bilmir. Baxın, oğurluq eləyən adamın 8 mərtəbə villası da olsa, o adam hər gün, yəni, ürəyi burada qalacaq, belə yaşayacaq da, başa düşürsünüz. Hər şeyi var, amma həzz ala bilmir. Və yaxud da ki, çox varlıdır, hər şeyi bir anda əldə eləyə bilən insandır. Aydın olur sizə nə demək istəyirəm. Bu adam dünyada olan istədiyi hər şeyin dadına, həzzinə baxıb. Aydın olur sizə, mən belə deyirəm sizə. Və bu adam artıq yolunu azır. Çox nadir hallarda böyük milyarderlər ya da ki, milyonerlər olar ki, təmiz qalsın. Təmiz qalmaq istəyənlər də ki, bütün var dövlətini dağıdır, yəni. Axıra kimi qalmırlar. Onlar görürlər ki, çox pul artıq onu sıxır. Həqiqətən belə bir şey var. Bu psixoloji bir şeydir. Həddindən artıq sərhədsizlik də sizi sıxır. Çünki sizin ruhunuz çox şeyə qadirdir. Amma sizin bədəniniz fiziki dünyadadır deyə bu məhduddur. Biz uça bilmirik də, biz yeriyə bilirik, biz harasa gedəndə maşına minib gedirik. Amma yenə də biz transformer oluruq, maşına minirik, maşına dönürük. Çünki siz maşını sürəndə onu hiss eləyirsiniz, onu fiziki olaraq sürmürsünüz. Siz onu hiss eləyirsiniz, öz bədəniniz kimi hiss eləyirsiniz. O söhbət var, deyir, əlim hələ örgəşməyib. Əlin yox, sənin beynin onu skan eləməlidir, birinci. Beynin onu skan eləyəndə, bax, sən ağzına əgər təzə diş qoyursansa, mən bu praktikaları keçmişəm. Sən birinci çox narahat olursan, sonra elə bilirsən ki, elə öz dişlərindir. Yəni, beyin hamısını skan eləyir, burada da elənçinədir. Hər bir şey elədir. Yəni, birinci sizə diskomfort yaradır, ondan sonra düzəlir. Yəni, uşaqlar, çox pul, varlı olmaq siz nəyə deyirsiniz? Şərh bölməsində yazın, uşaqlar. Bu barədə Tanrı frekansı barəsində video paylaşdım. Mən Instagrama yükləmişdim. Burada da var idi. Keçin, baxın, uşaqlar. Göstərirəm sizə hamısını, deyirəm, yəni bu nədir, necə işləyir. Bunlar hamısı, bax, frekansdır, görürsünüz, sakitçilikdir burada. Heç bir motor səsi yoxdur. Bu, bizi birbaşa Tanrıya bağlayır. Allaha yaxın olmaq istəyirsən, Tanrıya yaxın olmaq istəyirsən, çıx dağın başına, get meşəyə, sakit bir yerə və özünlə qal. Bu sənə çox gözəl bir təsir edəcək. Bir də görəcəksən ki, çünki biz dünyaya çox bağlanırıq. Dünya şeylərinə çox bağlanırıq. Sadəcə mən demək olar buradan çıxıram və mən buradan çıxdıqca bəzən insanlar məni başa düşmür. Misal gətirim. Mən məsəl üçün ayın tarixini unuda bilərəm. Mən məsəl üçün
günü unuda bilərəm, bilmirəm hansı gündür. Şəxsən bu dəqiqə bilmirəm mən hansı gündür. Gərək baxam. Belə şeyləri unutmağa çalışıram. Məsəl üçün, doğulduğum günü şəxsən, doğum günündə bizim yaxınlarımız, yəni mənim yaxınlarım mənim yadıma salmasa, mən onu bir dəfə hətta unutmuşdum. Və bu unutmaq, bu pis bir şey deyil. Çünki biz hər şeyi yadda saxlamaq istəsək, biz məhv olarıq uşaqlar. Aydın olur sizə. Məhv olarıq. Ona görə də bizim belə bir funksiyamız var ki, biz unutmağı bacarırıq. Hər şeyə takma, belə deyim sizə. O villaya da qalanda, xoşbəxtlik o böyük villa deyil. Vallahi bu kapsula var. Kapsulanın içində mən xoşbəxt olaram. Çünki mən bilirəm ki, bu dünya astanovkadır. Biz buradan başqa levelə gedəcəyik. Və bura çox da bağlanmaq lazım deyil. Burada heç nə bizim deyil. Bu proqramı kim yaradıbsa, bu kvantı, bu gördüyümüz sivilizasiya kimin əlindədirsə, münaqişə eləməyin. Boş şeydir. Mən həmişə belə qıraqdan baxıram, hamısını da analiz elədim. Görürəm ki, elə hamısı səhvdir. Prosto bir-birini qırırlar. Düz olanlar kənarda sakitcə öz işi ilə məşğuldur. Manipulyasiya eləyəcəklər, hər an sizi yoldan çıxarmağa çalışacaqlar. Və çalışın düz olasınız ki, sizdə qorxu olmasın, başa düşürsünüz? Yəni, siz elə şeylərlə məşğul olun ki, sizi incitməsinlər. Və yaxud da ki, yavını bilirsən ki, bu işi görsəm mən zibildəyəm də, yəni mən bu işə görə məni incidə bilərlər, bu işə görə, bu o demək deyil, biznes açmaq istəyirəm, birdən kimsə gələr qapımı döyər. Yox, o qorxudan getmir. Sən gedib, yavını bilə-bilə ki, bu iş illegaldır, bu iş mənə ziyan gətirəcək, bu iş başqasına ziyan verəcək, bu iş heç kimə xeyir vermir. Bax, belə şeylər, keyfiyyətli məhsul yaradın ki, evinizdə rahat yatasınız və sizin hətta bir otaqlı eviniz belə olsa, siz onun içində xoşbəxt ola biləcəksiniz. Çünki böyük ev sənin üçün sadəcə bonusdur. O da ki, həddində alasan gərək. Mənə çatmır o adamlar ki, 4 nəfər deyək maksimum, 5 nəfər olsun. 3 mərtəbə villada yaşayırlar, məsəl üçün. 4 mərtəbə də villada yaşayırlar. Və yaxud da ki, heç yaşamırlar. Həmən villanı mamır basıb içində adam yaşamır. Prosto da bu energiyanı saxlamaqdır. Və məncə təbiət elə işləyir ki, sən ona gələndə o da sənə gəlir. Burada hər şey bildiyiniz güzgü effektidir. Qıraqdan baxıb danışan çox olacaq. Nə bilim, danışsınlar da. Sən işindəsən. Mən praktikalardan keçirəm, mən səhvlər eləyirəm, düzlər eləyirəm, qalxıram, yıxılıram. Heç kim bunları görmür. İnsanlar yalnız gördüyü şeylər okey. Gözə girən şeylərdir. Vəsyo. Amma heç kim sizin əziyyətinizi görməyəcək. Heç görməsin də ehtiyac yoxdur buna. Kiməsə nəsə sübut eləməyə tələsməyin və yaxud da ki, heç sübut eləməyin. Nəticə göstərin. Ondan sonra uşaqlar, evdir, maşındır sizin üçün sadəcə, nə bilim, götürdüm istifadə GTA-da, yararlandım. Bu dünyaya bağlanmaq lazım deyil. Ora mənimdir, bura mənimdir, mənim filan qədər torpağım var, mənim filan qədər evim var. Bu o deyil. Mən əvvəl təzə başlayanda uşaqlar, milyonaris, bizdə biznes, inkişaf eləmək, böyümək falan, okey, bunlar hamısı öz yerində qalır, amma bu daha yüksək leveldir, hansı ki, kvantivi tərəfdən yanaşırsan sən buna. Bu daha üstün leveldir uşaqlar. Bu levelləri biləndən sonra sən həm uğurlu biznesmen ola bilərsən, sən buradan hər bir şeyə çıxa bilərsən, sən daxili gücü tapandan sonra və manipulyasiyalardan qorunandan sonra uşaqlar. Baxırsınız videonu, yaddaşa vurursunuz və hansı ki, heç vaxt o yaddaşa girib baxmırsınız. Düz dedim? Əlbəttə ki, düz deyirəm. Mən bilirəm ki, sən girib o yaddaşa baxmırsan. Zaxranc elədim, girib onu praktika eləmirsən, sən onu praktika eləməlisən. O dediyim şeyləri praktika elə, insanlar üzərində praktika elə. Dost-tanışdan başda nəsə öyrətmiş olarsan. Bilgi verərsən, yəni insanların manipulyasiyasına düşməsinlər, aldanmasınlar. Demək istəyirəm ki, siz tam olaraq biləndə ki, siz hardasınız, sizin üçün heç nəyin önəmi olmayacaq. Hətta bir ara məndə depressiya belə olmuşdu ki, bu nədir, mən niyə buradayım vəbşə? Mən bura niyə gəlmişəm? Mən buradan, niyə məcburam da mən burada belə?
çalışmağa, işləməyə, nə bilim, hərəkət etməyə, hansı ki bir gün ovulub pus olacaq, amma sonra baxıram ki, təbiətin hamısı belədir. Значит, mən də təbiətin bir üzvü olaraq, hissəsi olaraq bunu normal qəbul eləməliyəm və bir ağac əgər meyvə verirsə, mən də meyvə verməliyəm. Yəni bu rahat bir ideologiya ilə insan motivasiya tapa bilir yaşamağa. Yoxsa ay mənim niyə villam yoxdur, ay mənim niyə Porsche'm yoxdur, ay mənim nə bilim niyə o yoxdur. Aha, valla o əlində olana bir dənə bax gör əlində nə var. Vəbşe. Gör sənin əlində olan kimdə yoxdur. Mən sənə inandırım ki, çox adamda yoxdur sənin əlində olan. Düşünürəm ki, nəsə çatdıra bildim sizə uşaqlar. Düşünürəm ki, maksimum kömək olmağa çalışacağam. Çünki təbiətin qanunu budur ki, yaxşılıq elə. Yəni, çatdır insanlara, bildir, bilgi ver. Mən də sizə bilgi verirəm uşaqlar, bacardığımı, bildiyimi açıq şəkildə sizinlə paylaşıram. Ona görə nə istədiyinizi bilin. Daimi deyilən bir şey yoxdur. Sadəcə də ömrünüz boyunda sizə xoşbəxtlik verəcək nədir sizə? Onu bilin uşaqlar və vəssalam. Ondan sonra siz belə yerləri çox istəyəcəksiniz. Kluba da getmək olar, qalyan da çəkmək olar, okey, hər yer, amma bir şeyi unutmaq lazım deyil də, yəni sənə həqiqətən huzur verən yer nədir?